Bilmədiyini bilməyən, bilmədiyini bilən, bildiyini bilməyən, bildiyini bilən. Şuurun 4 səviyyəsi. 1. Bilmədiyini bilən. Bu mərhələdə insan heç nə bilmir. Amma elə zənn eləyir ki, hər şeyi bilir. Ən təhlükəli nöqtə də buradadır. Cahillik yox, cahilliyin fərqində olmamaq. 2. Bilmədiyini bilən. Yəni artıq insan anlayır ki, mən bunu bilmirəm və öyrənməliyəm. Məhz burada inkişaf başlayır. 3. Bildiyini bilməyən. Bu mərhələdə çox şeyi bilirsən, amma öz bildiyinin fərqində deyilsən. Bu təcrübənin formalaşdığı mərhələdir. Bilik artıq davranışa çevrilir. Və bildiyini bilən. Bu ən yüksək mərhələdir əslində. Nə bildiyini də bilirsən, necə bildiyini də bilirsən. Artıq bilik səndə sadəcə informasiya yox, şuurlu bacarıq olur. Öyrənməyin ilk addımı bilmək deyil, bilmədiyini qəbul etməkdir. Əgər həyatınızda bilmədiyini bilməyən insanlar varsa, onlardan kənarlaşın. Bilmədiyini bilən və bildiyini bilən insanlarla daha çox vaxt keçirin.